Baba gelmişsin. Xoş gəlmisiniz baba. Dəməni çəkərsən də orada. Stopu vur. Elə bilməm mən bunun üçün nəyəm? Deməli götürdü bu açarı. Qaqaş təzdən sən dönürsən. Uşaqlıqdan deyil. Dəfələrlə görmüşəm. Bakı sabahın xeyri. Ay sabahın xeyirli olsun. Necəsən qardaşım? Çox qəşəng, gözəl hava var. Əla. Çox da günəşli deyil də, yandırmır adamı. Amma biraz da soyuq var. Əladır da, çox isti olsun. Amma yol boyu məncə hava isinəcək, daha əla olacaq. Məncə biz elə istiqaməti gedəcəyik ki, orada hava isti Cənublu. olacaq. Cənublu. Cənubdan Dirək aşağı cənub. əla olur. Sən hazırsan, yaxşısan, hər şey əladır. Əladır, yüksək səviyyədədir. Hazıram, gedək. Maşallah sumkan da hazır. Elçin, fikir vermisən, sosial şəbəkələr inkişaf etdikcə storilər, paylaşımlar, insanlarda auditçiliyə çevrildikcə fake storilər paylaşan insanlar da çoxalır. Bu insan bu formada yaşamır da. Başa düşürsən necə? Saxtadır bu insanın paylaşdıqları. Həmin adam özünə o yaşamağı artıq inandırır. Azərbaycan cəmiyyəti var ha. Bizim insanlar, yəni bu belə deyil, amma bunu oynamağa çalışırlar. Bizim cəmiyyətdə o var da, özün bilirsən ki, əksər insanlarda nə isə bahalı göstərmək, ay yo bilirsən bu neçədir, bu bahalıdır, bu nə bilim filan yerdəndir, o belə. Yəni biz biraz xoşlayırıq o şeyi. Başqa cəmiyyətlərə nisbətlərdə biz beləyik və bunu da belə qəbul eləmək lazımdır. İkincisi də ki, sosial şəbəkələr bu şeyləri elə bir ki, daha da belə çoxaldı. 90-cı illərin əvvəllərində Layka kurtkanın belə ən bərk gedən vaxtları var idi da ki, superdir də, yəni Layka kurtka filan kəs Layka kurtka geyinib. Cavan, gənc ailədir, 2 dənə uşağı var. Adamlar, gör bir dənə ağıla bax, evi satıblar, gedib arvadına da bir dənə Layka kurtka alıb, özünə də bir dənə kurtka alıb, Layka, bir dənə də 06, ev yoxdur, qalırlar kirayədə. Niyə büyünərdə var? Yəni, bax, belə insanlar... Maşını var, nə bilim, 80 minlik maşın sürür, evi yoxdur, kirayədə qalır, nə bilim. Və ya 80 minlik maşın sürür, 20 minlik evi var bir dənə. Baxırsan ki, adam hansısa, nə bilim, ucqar bir dənə şeydə qalır, burada kirayədədir, pul yoxdur, amma 80 minlik kreditin altına girib maşını sürür. Nə məcburdur. Və çox qəribədir ki, niyə belə eləyirlər? O da cəmiyyətimizin problemidir ya. Nəyə görə? Travmalardır bunlar. Xeyr. Uşaqlıqdan olan travmalardır. Uşaqlıqdan deyil, indi də o şey keçərlidir. Müğənnilər var ha, nəyə görə gedirlər? Baxırsan ki, özü kirayədə qalır. Amma gedir 150 minlik maşın sürür. Bilsən nəyə görə? Çünki o toyu danışmağa gedən fotoqraf da elə eləyir, toyla bağlı gedir danışmağa var ha. O 5-6 minlik ucuz maşınla getsə, deyəcəklər, xeyir olacaq, 10 min deyirsə mən sənə vermirəm onu. O məcburdur gedir 10 min, neyin var 10 minlik? Məcburdur o 150 minlik maşınla gedir, sonra deyəndə ki, bəs bilirsiniz bu toyu mən 10 minə oxuyacağam. O da deyir ki, hər halda bu 150 minlik maşınla gəlsə, bu o pula layiqdir. Ədalət Şükürov gedib desə ki, ya mən 4 minə, 5 minə yarım saat gəlib oxuyuram və ora bir dənə 06 ilə getsə, Allah'ın da son görüşdən sonra heç kim ona o pulu verməyəcək. İnsanı geyiminə görə qarşılayırlar. Ağlına görə yola salırlar. Verilişdə qonaq oldum. Orada da düzdür, tənqid eləyənlər də oldu, dəstəkləyənlər də oldu. Mən o fake həyatla bağlı, özdə xüsusi olaraq da qadınların bu şeyə belə aludəçi olublar. Elə bilirlər ki, hansısa bloger nəsə paylaşır, bu bomba bir həyat yaşayır. Ay, xəbərin yoxdur, heç bir bomba həyatsa yaşamır. Bunu dəfələrlə görmüşəm də mən. Allah and olsun Elçin. Yəni adam o vaxtları mənim bir səs yazma studiyam var idi. İmkansız bir ailədən olan bir xanımdır, qızdır. Kömək eləməyə çalışırsan ki, ödəniş eləməsin, stupkalar eləyirsən, indirimlər eləyirsən ki, bunun işi geçsin. Üstündən bir ay keçir, görürsən ki, bir dənə xanverdiyandı. İçindən həmən qız düşür. Üstündən bir 5 ay keçir, 1 il keçir, görürsən ki, təzən həmən gününə qayıdıb. Yəni alırlar maşınları. Çox müğənnilər var da bu günləri ki, kiminsə evində qalır, kiminsə adında olan maşını sürür, kiminsə nə bilim nələrinsə istifadə edir. 100 minlik, 150 minlik maşın sürür, nə bilim filan brendlərdən geyimlər giyinir, nə bilim o malzemələri istifadə edir, nə bilim filan duxudur, ətirdir, bu filan nə bilim malzemə də. Nə qəşəng türk dilində danışsan, malzemə. Bir dəqiqə deyən ha. Bildiyim mən nədən danışırdım? Ay qaqaş, mən niyə bütün yolu mən sürürəm maşını? Gəl keç.
Xeyir ola, belə təzə çıxıb bu da. Şofer tapıb özünə. Gəl ala. Elə bil mən bunun üçün nəyəm? Şoferəm, nəyəm ala? Mənə bax, əlimi rahat çəkə bilərəm. Çox rahat, vallahi. Deyirəm, görəsən Astaraycan belə gedər, yoxsa yox? Yatıb eləyirsən də, belə biraz yatırsan, durursan arada, görürsən ki, normaldır, gedir hər şey. O qədər filtrlərdən çəkirlər şəkili, belə eləyir, burasını belə dartır. Baxırsan ki, həyatda şəkildə özünü uzadır, nə bilim, dartır, köklüsə arıqladır, nə bilim, arıqca kökəldir. Həyatda görürsən ki, qardaşım, dünənlər bu bizi ilə idi axı. Mən şəkil çəkdirirsən bir yerdə, deyir ki, o şəkili paylaşma, göndər mənə bir də. Sən göndərirsən ora özünə. O işləyir, düzəldir şəkili, sonra sənə verir ki, hə, götür indi paylaşa bilərsən. Yox, Vallahi. Çox qızlar elədi ya, bu deyil. ay qaqaş, Allah haqqı mən bunu tanıyıram yaxından. Yəni, bu o deyil. O deyil. Buradan o tərəfə sərhəddir, yəni İran sərhədinə gedir. Baba, xoş gəlmişsiniz baba. Girmisən İrana da. Hə, elə Quasimodo demişkən, deməli götürdü bu açarı, düşüb oğlanın dalınca ki, köppay oğlu, sən burada neynirsən? Bu da baş xarab biri, neynəsin? Hara? Ərçimanı buradan da gedir, hə, sola. Qaqaş, təzdən sən dönürsən, Bir dənə stop, bir dənə çəkək də bunu Astaranı. Əla deyə. Maşın Astaranın yanından keçsin, superdir. Bir dənə məni çəkərsən də orada. Stopu bu. Elçin, gözlə, mən sənə deyəcəm indi. Necə idi Elçin? Qışın, hə, var. Gözləyərdim. Razdatqalı maşınla gəlirsən, ana biraz çəkinir də. Baxmıyor, şəhər maşınıdır, crossoverdir. Hal-hazırda Astaradayıq və dedik yol üstü bizə lazım olan ərzaqları, lazım olan yolcu. Pensər kəndində yerləşən Almarket şəbəkəsindən alaq. Böyük ya bura. Kənddə olan Almarket belə bu böyüklüyündə də. Almarketdən sərfəli alış-verişimizi elədik. Biz isə gedirik dəniz kənarı bulvara. Gəlmişik Astaranın bulvarına. Meşə, təbiət var, həm də ki dəniz var. Bu ikisi bir arada çox nadir hallarda olur da, hər yerdə olmur belə şey. Əla deyə. Məsələn, mən istəyərdim ki, Bakıda, məsəl üçün, İbeybət istiqamətində yol var ha, bildin necə? Bağlı yox, düşdün orada, gəzirsən, gəzməkdən sonra biraz da plyaj var. Belə şəhərlər var. Çoxdur. Barselonada gördüm. Məsəl üçün, mən şeydə olmuşam. Şəhərin mərkəzi hissəsində Ankonada. Amma düz şəhərin mərkəzində qədər plyaj var. Plyaj var, hə. Elə bir ki, bulvarın yerində plyaj. Bildiyin ay sol. Bəlkə belə tutasan, danışırsan, səsin var ancaq orada. Nə var? Səsin var. Hə, özün yoxsan, kim danışır? Ağzına gələni tutub elə gedir, hə, danış. Restoranlar day belə bizdə elədi ki, yəni yer qalmayıb gəzməyə, eləməyə. Çox basırıqdır. Amma burada daha genişdir və ən böyük üstünlüyü də ondan ibarət ki, təbiətlə, meşə ilə yan-bayan, İran sərhədinə gedən yoldur ya, bilirsən. Baba, gəlmisiniz. Gəl gedək bir də İran aşıqıya gələk. Buradan buradır. Ümumiyyətlə, hara gəldim, Tirk, yəni mənimki toyuq dönəridir. Dönərin yeri bilməz, özə toyuq dönəri mənim canciyərim. Bəli, 6 gedişdən 4 dənə vurdum. Mişqotdum da mən, yox. Adıma layiq bir dənə mişqa. 54 yaşın var, sən bitin lazımdır. Şəhərdə kartingə çox getmişik, amma Astarada birinci dəfədir. Sən demə bulvarda, burada karting də var imiş.
Mən birinci dəfədir xurma ağacı görürəm. Özümün bu ala hey bildiyimiz xurma. Bildiyin hansı? Bax, belə xurma var ya o. Aslara, masallı, lenkara, yardımlı, elemiş, tanış balası, tanışlarım vermeyi, kasma eden bir kömeği. Hislerim dumanda, gözlerim gümanda, bir sual canımda. Doğru ulanıp derken ve hep şoxumdayım. Çox maraqlı səyahətimiz oldu məncə, hə Elçin? Məncə də Astaraya, çox maraqlı oldu. bulvarında olduq Astaranın. Ondan sonra maraqlı yerlərdə karting sürdük. Çox maraqlı bir gün keçirdik. Artıq zamandır ki, Bakıya qayıdaq. Məncə də artıq zamanıdır qayıdaq şəhərə. Təşəkkür eləyirik. Bütün sponsorlarımıza xüsusi Bizə təşəkkür. dəstək olan insanlara bax, Don't bu think. maşına Halal olsun. Donfeng yol boyu gördün dənizdə nə oyunlar çıxartdı. hoqqa çıxardım. Təşəkkürlər Almarket və Berqa.